Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün və növbəti tıraş videomuz, icmalımız. Bugünkü tıraş icmalının səbəbkarları olacaqlar yoldaşlar. Deməli, Simug adlı müəssisənin, Portuqaliyanın belə deməli donuz qılından olan fırça olacaq bizdə sonra. Olacaq Wilkinson Sword qara. Nəticə təzə bir növ sabundur. Çox sağ olsun. Buradan Orxan abiyə öz təşəkkürlərimi bildirirəm ki, bu sabunu yəni mənə hədiyyə elədi ki, də götür. Dedim, götürüm qaşıqla götürüm, qaytarım. Yox, götür özlə. Sağ olsun, Allah razı olsun. İcmalda olacaq Wilkinson sabun. Qara. Qoxusu çox qəşəng qoxu var. Möhtəşəm. Hansısa bir sabunu xatırladır, yadıma düşmür hansı, amma qoxu superdir. İndi görək performansı necə olacaq. Bu sabun haqqda sabunun üstünə biraz su alın. Azca da olsa. Üzülürsə. Mənə elə gəlir ki, bu qədər bəsdir. Aha, üstünü örtüsün, qoy biraz nəmlənsin. Budur. Sonra növbəti iştirakçımız olacaq Aftershave kimi, yenə də sağ olsun, çox hörmətli Orxan abi yenə də bizim kanal üçün belə Afta adlı Aftershave'dir. Fresh. Qoxusu, spesifik qoxusu var. Klassik, daha çox belə deyək, aqua mövzuda belə bir qoxudur. Görək indi performansı necə olacaq. Tərkibi deməli burada yazılmayıbdır, nədir, nə deyil. Ona görə üzürlüsəyim, budur Aftershave axta test edib qaytarmalıyam Orxan abiyə. Və əsas səbəbkar 140-xanımız yoldaşlar, Razorok'un Great of All Time adlı, yəni GOAT, belə deyək qısaca, Merkur 34-sinin deməli məlimsələnməsi, belə deyək, Azərbaycan dilində daha düzgün çıxsın. Yəni, kopya desək, heç kəs anlamaz birdən. Budur. Deməli, 140-xan 316 el qlas paslanmayan poladdan hazırlanır CNC dezgahda. Tiyə olaraq bizdə bu günləri çox düşündüm hansını istifadə edim. 7 o'clock yaşıl. Bunlar deyəsən Sankt-Peterburqun tiyəsidir. Bilmirəm, indi qalıb məndə bunlardan yoxsa yox. Bildiyiniz kimi artıq bu yaşıl 7 o'clockları ümumiyyətlə jilet tiyələrin bir çoxunu, yəni nə var ki, hamısını Sankt-Peterburqda hazırlanırdı. Brooklyn Gamboz adlı müəssisə. Bu, axırıncı dünyada baş verən hadisələrə görə artıq dayandırıb fəaliyyətini və müxtəlif başqa ölkələrdə artıq jilet brendi altında, yəni çox güman ki, jilet özüdür. Sadəcə olaraq bu müəssisələri köçürdü başqa ölkələrə. Hindistan, Çin kimi ölkələrdə. Misal üçün o jilet platinum təzələr, əgər səhv etmirəmsə, Çində hazırlanır. 7 o'clocklar, yaşıllar misal üçün deməli 3 hissədən ibarətdir. Plitə, sap və açdıq qapaq və tiyəmizi qapağa yerləşdirək yoldaşlar. Deməli, yapışqan olan tərəfi üzü yuxarı. Ay, az qala əlimi kəsəcəyim. Burada ehtiyatı əldən vermək olmaz. Heç bir saniyədə budur. Plitəsi standart plitədir. Bəli, standart plitədir. Çünki plitələri ikisini götürmüşəm. Həm standart, həm plus. Standartdan başlayaq, görək başımıza nə gəlir. Ondan sonra budur, yerləşdirdik tiyəni, hazırıq. Deməli, fırçanı biz sıxırıq. Tamam. Biraz öncə deməli duş qəbul elədim, ona görə və başlayırıq. Bu üstündə yığılan biraz bu suyu, o ki üstünə aldım ki biraz yumuşalsın sabun. Onu deməli tökdüm bu qabın içinə, yəqin. Və davam edirik yoldaşlar. Vaxtımızı itirməyək.
Simug deməli bu fırçanı bir dəfə artıq istifadə elədim ki, yumşalsın və bir neçə dəfə bunu sabunla yudum falan elədim, yumşalsın. Tez bir zamanda yumşaldı. Çox tez. Misal üçün o breaking deyirlər ingilislər, yəni tez bir zamanda bu məsələyə qatılsın. Yəni ki, mükəmməldir. Performansı falan. Yəni məndə bir dənə də fırça var, Omega'nın. Praraso müəssisə üçün buraxılan. Yəni ki, superdir. Çox xoşuma gəldi. Bu qədər hardasa hop tuzdurdum deməli bunun içinə bu sabunun çalışar, köpük yaradar. Biraz da su alar bura. Görək nə gəlir başımıza. Biraz da və davam edirik. Köpük görək indi. Keçən dəfə performansı çox qəşəng idi bu fırçanın. Tez bir zamanda deməli köpük yaratdı. Donuz qılından olan fırçadır Simugun. Bundan əlavə olaraq bir dənə də deməli fırçam var. O da Simugundur. Performansı onda da çox gözəldir. Sadəcə olaraq loftu sanki balaca gəlir, amma əslində heç də balaca deyil. Sadəcə olaraq diametri biraz azdır. Ona görə mənə elə gəlir ki, bu qədər bəsdir. Üzümü isladım və davam edək. Lazım olsa biz sabun qabından yenə də sabun götürərik. Davam edək. Tez bir zamanda qayıdıram yanınıza. Dur, islatdım üzümü və davam edirik. Üzümüzə çəkək sabunu. Sinan abi kimi idim də birbaşa qabdan götürüb hiss edirəm ki, köpük yatır. Ona görə birbaşa deməli bu qabdan götürdüm. Biraz bunu isladaq və davam edək. Bu başqa məsələ. Yəni ki, birbaşa qabdan götürüb, sabun qabından götürüb deməli üzümüzə çəkəndə tam başqa həzzi var. Və başlayaq yoldaşlar. Vay, başladım buralar. Deməli 140 great all of the time. Saqqalın yaşı 60 gün. Birinci istifadədə 7 o'clock tiyələr. Standart plitə. Görək nə gəlir başımıza. Merkurun deməli məlimsələnmiş deməli başlığı ilə olan Razorok müəssisə tərəfdən istehsal olunan 140. Nə qədər danışdım. O, superdir. İlk təəssüratlar çox qəşəngdir. Tiyə də qəşəng. Çox qəşəng.
Hələ ki üz qırxan çox komfortludur. Çox. Hətta mən belə biraz təzyiq etdim. O qədər komfortludur. Hətta mən bir pərdə kifayətdir mənə elə gəlir. Heç gözləməzdim ha. Görün nə gəlir başımıza. Bunlar birinci pərdə sona yetdi. Yəni baxın hələ belə maraqlıdır görün necə alındılar. Yoldaşlar defekt. Yəni bu ilə də bitirmək olar tıraşı. Çox xoşuma gəldi. Mən heç gözləməzdim. Mən düşünürdüm təxmini Merkur səviyyəsində olan bir üzqırxan olacaq. Amma belə çıxır ki, yəni daha effektivdir. Görək sona kimi görək nə olacaq. Hələ bu standart böyütədir, bunun plusu var. Bilməm plus necə olacaq. Ya Sinan abi kimi yedim yenə də. Fırçanı və sabunu təmizləyim. Təzədən götürüm qabdan. Qabı da yuyuram, yaxalayıram. Onsuz da sabun bizdədir, yəni hədiyyə olunub, ona görə rahat içindən götürün. Görək nə gəlir başımıza. Ne kadar köpüğümüz var indi. Çok qəşəng, çok gözəl alındı. Davam edirik, deməli bölmənin əksinə qırxırıq. Görək nə gələcək başımıza. Ümid edirəm ki, hər şey yaxşı olur. Üz qırxan həddindən artıq komfortludur, yəni ki, çox komfortludur. Heç hiss eləmirsən necə üzdə olan bu saqqalı qırxırıq. İnanın ki, tiyə ümumiyyətlə hiss olunmuyor. Hatta biz, burada biraz var bir sekund. Deməli sabunda post belə deyək biraz sürüşkənliyi qalır. Ona görə o bizə imkan verir ki, mən belə artı əksi hərəkətlər edim. Əslində belə olmamalıdır. Deməli köpüyü hər dəfə üzümüzə çəkib və köpükdən qırxmaq lazım. Belə bunu məsləhət deyil.
Yoldaşlar yoxlayayım tez bir zamanda görək nə oldu deyəcəm. BBS-dir. Heç nəyə ehtiyac yox. Hamısı tərtəmiz. Ən problemli yerlər buradır. Çox qəşəngdir. Cəmi 2 pərdəyə, bir böyümə, əksinə mən gözləməzdim. Mən düşündüm ki, haradasa Merkur'un 34-sinin səviyyəsində olan, amma daha effektivdir Merkur C-dən, yəni onu da deyə bilərəm. Bilmirəm, səbəb sabun oldu bu qədər belə mükəmməl tıraşın olmasını, yoxsa TM-in, yoxsa 140-nın bilmədi. Gərək biz bu 140-nı, deməli, Razorok'un Great of All Time'ı bir neçə ayrı bir tiyələrdə, ayrı sabunlardan da test edək. Əgər nəticə, yəni bu qədər konfor, bunlara fikriniz olmasın, bu çox xırda çapı var, yəni çıxıntı var idi, kəsdi getdi. Amma qalan çox mükəmməl. Mən tez bir zamanda üzümü yaxalayıb qaydıram yanınıza, soyuq su ilə, mikrofonu çıxardıram. Deməli, yoldaşlar, yenə də geriyə qayıtdım, üzümüzü təmizlədik, qurutduq, biraz sirkələdək. Burada çox xırda bir dozator var, deşik var, görək nə gəlir başımıza. Yəni, bu belə nədirsə başqa bir şeydir. Mən gərək başladıqsa davam edək yoldaşlar. Gel kimi bir nədirsə çıxdı. Biraz da. Mən düşünmüşdüm ki, belə sulu nəysə olacaq. Lasyon kimi. Nəysə, üzümüzə bıraq. Biraz tabakan xatırladı. Azca. Tabakan xatırladım. Bəli, tabakan xatırladı, tabak qoxusu falanı, qoxuya görə, amma performansı ayrıdır. Çox gözəl, çox qəşəng bir balzam alındı. Burada balzam olduğu axı yazılmıyor. Aftershave Skin Conditioner. Mən düşündüm ki, nəticə daha duru, sulu nəysə olacaq. Amma balzam oldu. Çox qəşəng, xoşuma gəldi. Deməli, balzamı çəkdi üzümüzə. İndi iştirakçılar haqqında, yoldaşlar. Sabunun performansı pis olmadı, qəşəng oldu. Deməli, birbaşa qabdan götürdüm. Gördüm ki, yəni ki, o oynama çıxır. Yəni ki, buradan götür ora. Biraz köpüyü əmələ gətirmək söhbətində biraz geridə qaldı, belə deyək. Ona görə düşündüm, elə birbaşa qabın özündən götürün. Çünki qabdan götürüb fırçaya, fırçadan boş belə deyək, bu çaşkaya qaba götürəndə artıq gördüm ki, burada həm itki olur, həm də ki, köpük tez bir zamanda yatır. Bir sözlə belə. Bu bizim sabun haqda. Fırça haqda, yoldaşlar. Fırçanın performansı çox gözəl, mükəmməl. Simuk fırçası, donuz qılından, Portuqaliya müəssisəsidir. İmkan olsa götürün, çox qəşəngdir. Performansı çox qəşəngdir. Düzdür, qiyməti üstündədir. Amma dəyər. Valla, həqiqətən dəyər. Çox qəşəng bir fırçadır, xoşuma gəldi. Klasik bir, belə deyək, zahiri görünüşü var. Belə, necə deyim sizə, o ata-babaların fırçalarına oxşayır, düzdür, amma belə deyək. Performansı artıq bu indiki zamananın, baxın, simul taxta deməli sapı ilə burada xüsusi dəmir parçasının içinə taxılıb bu loft, belə deyək. Doğru superdir, çox superdir. Performansı da çox qəşəngdir yoldaşlar, çox qəşəngdir. Yəni ki, aldım, çox sevindim aldığıma görə. Çox qəşəngdir, xoşuma gəldi. Mən bunu unutmağa qoydum qırağa. Aftershave tabako qoxusu var. İndi performansı pis deyil.
Görürsünüz bir dənə də nə çapıq oldu, nə bir şey. Çox şad oldum tıraşdan, belə çox zövq aldım. 140 Great of All Time. Həqiqətən də ada dəyər. Çox komfortlu və eyni zaman mən bu qədər performansı yüksək olmağını heç gözləmirdim. Nəticə məni belə deyək də biraz belə şokdayam, hələ şokdan çıxmaqam. Çox effektivdir. Misal üçün orta effektivliyə görə bizdə 89-dur, Rockadır, sonra isə hansını deyim, Game Changer 84'dir. Bunlar hamısı hardasa orta səviyyəyə malik olan 140-lardır. Amma bu 140 çox komfortludur. Komfortludur, eyni zaman minimum və effektivdir. Nədirsə belə qeyri-adi bir şeydir. Həm komfortlu olsun, həm effektiv olsun, bu artıq bir, belə deyək, qalıçqa quş deyək, bunun xeyrinə. Üstə gəl, effektiv olanda, nə qədər çox effektiv olur, o qədər çox dəriyə zərər yetirir. Və fərqi yoxdur, istəyirsiniz yaxalayanda özünüzü artıq hiss edirsiniz ki, mikro çapıqlarınız var, belə iynək batan kimi, yandırmaq kimi belə effektlər hiss olunur. Sonra fərqi yoxdur, istər balzamı üzünüzə çəkəsiniz, istər belə ya spirtli, ya hansısa lasyon, siz hiss edirsiniz ki, zədə yetirmişsiniz. Heç nə hiss etmirəm, yoldaşlar, sanki heç üzümü qırxmamışam, yəni elə bir təəssüf, belə hisslər keçirirəm. Amma eyni zamanda çox yaxın bir tıraş etdi məni bu 140-an. Artıq mənə elə gəlir ki, o plus plitəyə ehtiyacı yox idi. Aldım, amma görək, çox xoşuma gəldi, çox xoşuma gəldi. Mamba adlı Razorok'un 140-anı var. Deməli, 2 növü var. Orada qəpləri fərqlənir. 35-75, nəsə belə bir şeydir. Səhv də deyə bilərəm, amma yenə də var. Deməli, onun ikinci, o daha aqressiv başlıq bu qədər komfortludur. Amma effektivliyi, yenə də deyirəm, effektivliyi biraz geridədir. Yəni, orta effektivliyə. Bu 40'dır, R41 səviyyəsində bu 140-an. Amma çox komfortlu, üzə minimum çapıq. Bilmədim, səbəb nə oldu, sabun oldu. Sabunda belə, wow, belə bir şey yox idi. Sabun köpüyü tez bir zamanda yatırdı. Yəni, hətta qabdan birbaşa götürdüm üzümə. Yəni ki, fırça ilə çəkdim. Amma yəni ki, sabunluq da bir şey olmadı. Tiyədə sadə yaşıl 7 o'clock'dur, yəni orta belə deyək, performansa malik olan tiyələrdir. Yəni qeyri-adi bir şey yoxdur bu tiyələrdə. Amma indi mən düşünürəm buna bir, nə bilim, hansı biraz daha üstün belə tiyə taxsam nə olacaq? Çox qəşəng, çox xoşuma gəldi. Qiyməti üstündədir. Endirimlərdə aldım. Bu noyabr ayı ilə əlaqədar olan 30% endirimdə idi. Aldım. Hamıya məsləhət görürəm. Çox xoşuma gəldi. Çox xoşuma gəldi. Şokdayım. Məsləhət almamaq özünüz bilərsiniz. Yəni deyirəm, Merkura birə-bir oxşayır zahiri. Amma performanslarında biraz fərq var. Bunun performansından xoşum gəldi. Artıq məndə maraq yaranıb nəyə? Merkur özü də belə 34 CHD, yəni Heavy Duty olan, hani o özü originalı. Ara attım, buradadır. Bu Merkur'un deməli, bu Razorok'dur, bu Merkur. Merkur özü də artıq paslanmayan poladdan 140-anları buraxıb, satışda var, paslanmayan poladdan 300 bilmirəm neçə klass poladdır paslanmayan və artıq məndə maraq oyanır ki, deyəsən o necə 40? Onu yaxınlaşdırıblar mı bu Razorok'un Great of All Time deməli 140-ana? Bir də ki Dovo Prima. Dovo Prima Sinan abi ilə yəni soruşdum, sual verdim, nə fərqi var birinci Primo ilə ikinci Primo, yəni heç bir fərq yoxdur. Naxış söhbəti sapındadır, ayrı heç nə. Görək, artıq maraq oyanır bu başlıqlara, görək
hansı daha komfortlu və hansı daha yaxşı çıxacaq? Hələ ki birinci yerdə Razorok'un Great of All Time'dir. 2-3 yoxdur. Onlar demək olar ki, məndə olan deməli Gillette Kingsi ilə Merkur'un arasında belə böyük bir fərq hiss etmədim. Hə yoldaşlar, çox danışdım, çox məlumat ötürdüm sizə. Ümid edirəm maraqlı oldu. Deməli sabun bilmirəm, sabun hədiyyə olundu, amma yenə də marketplace-lərə baxaram. Harda tapa bilsəm, deməli həmin marketplace-in internet dükanıdır da, xaricdədir ya, bizdədir ya, hardadır. Hə, onun linkini keçidə atacağım bu videonun altında olan ayarlarda, belə deyək. Aftershave də bilmirəm hardan alınıb, yalançı çıxaram. Çalışaram tapım, tapmasam da üzürlüsən, amma üz qırxanı mütləq və mütləq yəni ki Razorok'undur, problem yoxdur, linkini atacağım sizə. Həmçinin fırçam. Məndən bu qədər, sağ olun, gələn görüşlərlə.